Tarix boyu ölkələrin müstəqillik qazanması və davamlı inkişafı xüsusilə onun böyük şəxsiyyətlərinin adı ilə bağlı olub. Azərbaycan xalqının isə xaos, müharibə və parçalanma təhlükəsi kimi çətin sınaqla üz-üzə qaldığı vaxtda bu ağır məsuliyyəti məhz Ulu Öndər Heydər Əliyev üzərinə götürüb. Azərbaycanın müstəqilliyinə səs vermiş az sayda istiqlalçı deputatdan biri hələ Naxçıvanda olduğu zaman üçrəngli bayrağımızın və digər dövlət rəmzlərinin qəbul edilməsində ilk təşəbbüsü göstərən dahi şəxsiyyət ölkəsi ilə, xalqı ilə nəfəs alırdı sanki. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Ali qanunverici hakimiyyət orqanından xahiş edir ki, Azərbaycan Respublikasının devlət rəmzlərinə baxılsın və Azərbaycan Respublikasının milli tarixi ənənələrinə uyğun yeni devlət rəmzləri, bayrağı, gerbi və himni qəbul olunsun. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə paytaxta qayıdışı təkcə ölkədəki xaos vəziyyətinin sonlanması deyil, həmçinin uzunmüddətli inkişaf yolunun başlanğıcı demək idi. Azərbaycan xalqı məhz bir mərhələdə, bir təbəqədə, sosial təbəqədə intuitiv dövlətçilik şuurundan başqa bir səviyyədə isə fərqində olaraq Heydər Əliyevin liderliyini görərək, qiymətləndirərək onun hakimiyyətinə gəlişini sosial sifarişə çevirmişdilər. Biz bəzən bunu xalqın tələbinlə Heydər Əliyevin hakimiyyətə gəlmək kimi xarakterizə edirik. Bax, bu cümlənin altındakı sosioloji izah bundan ibarətdir. Ulu Öndər Heydər Əliyev paytaxta dəvət olunmasını Azərbaycan xalqının müdrikliyi ilə izah edirdi. Heydər Əliyevin qoyduğu siyasi irsin bugünədək davam etməsi və həmin irsin Azərbaycana qazandırdığı böyük töhvələrsə bunun təsdiqidir. Belə bir yüksək və məsuliyyətli vəzifəni özlərimə götürərək mən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycanın mövcudluğu, müstəqilliyinin qorunub saxlanması Heydər Əliyevin xilaskarlıq liderliyinin bilavasitə nəticəsidir. Heydər Əliyevin quruculuq missiyasına gəldikdə isə təbiidir ki, müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin bu missiyasının ən bariz təzahürüdür. Müstəqilliyin möhkəmləndirilməsi istiqamətində Ulu Öndərin daha bir böyük nailiyyəti isə əsrin müqaviləsi olub. Hansı ki, bu layihə ölkənin iqtisadi inkişafına təkan verməklə qalmayıb, həm də digər dövlətlərdən asılı vəziyyətə düşmək riskini ortadan qaldırıb. Bütün bu məsələyə müsbət maraq göstərənlərin hamısını ürəkdən təbrik edirəm, xeyirli verirəm, xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu kontraktın bugün burada imzalanmasını mən ürəkdən təbrik edirəm. Heydər Əliyevin qarşısındakı mühüm vəzifələrdən biri də xalqın özünə inamını bərpa etmək idi. Milli liderin xalqla ünsiyyəti bu problemin aradan qalxmasına böyük töhfə verir. Onun daim əhali arasında olması, xüsusən müharibədən əziyyət çəkən insanlarla görüşləri Azərbaycan xalqı üçün bir növ mənəvi müalicə olur. Azərbaycan vətəndaşları Heydər Əliyevə onun qüdrətinə, gücünə inanırlar. Digər bir tərəfdən isə Heydər Əliyevin mühüm gücü və qüdrəti onda ifadə olunurdu ki, Heydər Əliyev insanları inandıra bilirdi. Onun nitqi, onun məntiqi Azərbaycan vətəndaşlarını gələcəyin parlaq olacağına inandırdı və beləliklə də Azərbaycan xalqının itirilmiş ümidləri özünə qayıtdı. Milli liderin qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycan tarixi üçün daha bir əlamətdar hadisə oldu. İqtisadi sferada görülən işlər, ordu quruculuğu və xüsusən də 30 ilə yaxın işğal altında qalan ərazilərin düşməndən azad edilməsi Heydər Əliyev irsinin hələ də yaşadığının və bundan sonra da yaşayacağının təsdiqidir.